Qızlar, mən yenə də gəldim. Bu səfər fərqli gəlmişəm. Siz də evə ət aldığınız zaman ilk dəfə əti belə mənim kimi nazik-nazik doğrayıb qızardırsınız, yoxsa ki, həmən çəkib farş edib, hissələrə bölüb, gündəlik, yəni ki, nələr bişirəcəksinizsə, onlar üçün ayırırsınız. Mən mütləq və mütləq evə ət alınan zaman onu mütləq belə nazik doğrayıb, yarısını nazik tikələrə, yarısını ki, biraz böyük tikələrə doğrayıb, duz, istiyot, biraz pul biber, kək otu, ət otu, biraz duru yağ və biraz da sirkə əlavə edib bastırma kimi edib qoyuram. 1 saat, yarım 2 saat qalır. Qalandan sonra belə gördüyünüz kimi qızlar, tavanın içinə kərə yağı əlavə edib, pörtləndir o tərəfi, bu tərəfi, hər iki üzü. Sonra ağzını örtürəm. Qəşəng su salır və bir də bir şey deyim ki, qızlar, mən əti çox qızardıb qurutmağı xoşlamıram da, biraz soçunu xoşlayıram. İndi zövqlər müxtəlifdir. Göz haqqınızı halal eləyin, hazırlayan hər kəsə nuş olsun.